Salam əziz izləyicilər. Bu günləri Senator restoranın açılışıdır. Bu açılışa bir neçə məşhur müğənnilər gələcək. Sizə təqdim edəcək. Axıra kimi izləyin. Yəni xeyirli uğurlu. Hə, bəyənmirsən də. Əlbəttə səndən qabaq gəlmişəm. Salam Şəbə xanım, necəsiniz? Allah. Təbrik edirəm. Məndən qabaq gəldim. Təbrik edirik. Dostlar, biz hardayıq? Senator Ailəvi İstirahət Mərkəzi Novxanıda düz Olimpikin yanında. Çox möhtəşəmdir bura. Təbii ki, sizin dəstəyinizdir. Çox sağ ol. Yəni siz olmasaydınız, mən bilmirəm nə edərdim. Çox sağ olun. Əlimdən gələni eləyəcəm ki, sevilək. Həm təamlarımızla, həm qonaqlarımızla. İnşallah yaxşı olacaq. İnşallah. Mən lap böyük kadrda məni götür. Nəyi sevdim burada? Yaşıllıq çoxdur. Oksigen çoxdur. Parkovkası rahatdır. Təbrik edirik. Bərəkətli olsun. Uruzlu olsun. Çox sağ olun. Sağ olun, sağ olun. Əziz dostlar, hər birinizi xoş gördük. Bilirsiniz ki, artıq qarşıdan yay gəlir və bu isti yay günlərinə hər kəs hara gedəcəyini, necə istirahət edəcəyini, əylənəcəyini təbii ki, düşünür. Ona görə də düşünürəm ki, başqa bir məkanlara, başqa bir ölkəyə getməyə heç bir artıq ehtiyac yoxdur. Çünki vətənimizdə yetərincə gözəl məkanlar artıq açılıb və sizlərin xidmətinizdədir. Bugün də həmən məhz o gözəl məkanların birindəyik. Novxanda yerləşən təkrarsız Senatordayıq əziz dostlar. Bildiyiniz kimi bu gözəl məkanda bugün açılışdır və bugün məkanda mən də iştirak edəcəm. Təşəkkür edirəm buna görə senatora və bütün kollektivinə, rəhbərliyinə, dəvətə görə. İnşallah ki, bu yay günü bütün günü burada, bu gözəl məkanda əyləncələr, şou proqramlar bir-birini ardınca sizlərin xidmətində və qarşısında olacaq. Təbii ki, yeməklər də öz yerində. Türk mətbəxinin ən gözəl təamları və yörəsəl yeməkləri belə məhz bu məkandan gəlib əldə edə bilərsiniz. Hər birinizə öncədən xoş istirahətlər diləyirəm. Təşəkkür edirəm.